Müasir dövrün uşaqları televizordan çox telefon, planşet və kompüterlərə baxırlar. Günün çox hissəsini, hətta deyərdim ki, bəzən sabahdan axşama dək müəyyən fasilələrlə texnoloji avadanlıqlardan istifadə edirlər. Bir çox valideynlər övladlarının sakit qalması üçün onların avadanlıqlardan asıllığına göz yumurlar. Bir də onda gözlərini açırlar ki, uşaq ya danışmır, ya yaşına uyğun hərəkət etmir, ya da siyahını uzada bilərik. Çünki texnologiyanın xüsusilə körpələrə zərərləri düşündüyümüzdən çoxdur. Mütəxəssislər bildirir ki, uşaqların ekran qarşısında keçirdiyi vaxt təkcə ünsiyyətə və təhsilə yox, həm də sağlamlığına ciddi zərbə vurur. Mavi işığa məruz qalmaq, gözdə yanma, batma hissi kimi gələ bilirlər uşaqlara, göz zəifliyi ilə gələ bilirlər uşaqlara. Bundan əlavə düzgün qaydada oturmadıqlarına görə və davamlı boyunu əyib telefona və televizora baxdıqlarına görə duruşlarında da problemlər yaranır, əyilmə şikayətləri ilə gəlirlər. Məsləhətimiz valideynlərə odur ki, 2 yaşın altını ümumiyyətlə ekrandan uzaq tutsunlar.